Zəhmət olmasa özünüzü təqdim edin. Natiq Cavadlı, Sabiroğlu. Təvəllüdünüz də? 1971-ci il mart ayının 13-də doğdum. Hansı siyasi partiyanın üzvüsünüz? Xeyr. Təzyiqin hansı növünə məruz qalmısınız? Mən əsasən təzyiq oldum, mənə demək ki, 98-ci ilin avqustun 15-də mən mitikdə. Onda məni Malakan bağında polislər döydülər. Döydülər? Bəli. Və mənim fotoaparatımı aldılar. Sındırdılar benim, içindəki lehlərə zarar. Şəkillər gəlmədi. Heç nə, demək ki, hamısı məhv oldu. 12 sentyabr aksiyasında durmuşam. Olubdu 98-ci ildə. Neçə dəfə olub təzyiq sizdə? Çox olub, siz bu mitiklərdə həmişə bizim olurdu. Sonradan nə oldu ki, bu beynəlxalq təzyiqlər oldu. Onda biraz sakitləşdi. Anonim zəngdə olub? Olub, Təhqir qədər? Özü yığışdır. 98-ci ildə mənə Nizami Süleymanov məhkəməyə vermək istəyib, son nəticədə geri götürdü. Bu təzyiqlər sizə müxtəlif deməli, şəxslər tərəfindən olublar. Naməlum şəxslər zəng edib sizə? Olub, məsələn, olub deyim sizə amma. Olubdu 98-ci ilin sentyabr ayında mən Ulu Inform agentliyində işləyirdim. Onda mənə bir dənə Sumqayıtda görmüşlər, naməlum şəxslər. Bu hadisələr baş verdikcə hansı qəzetlərdə işləmişsiniz? Olaylarda işləmişəm, tiyol olmuşam mən. Ulu Inform informasiya agentliyində işləmişəm, Millət qəzetində işləmişəm. Ulu Inform informasiya agentliyi idi? Bəli, sonra bağlandı. Orada da reportör idi? Bəli, bəli. Sonra? Millət qəzetində işləmişəm. Cumhuriyyət qəzetində işləmişəm. Günaydın qəzetində işləmişəm. Şünöqtə qəzetində işləmişəm. Ya da Gündəlik Azərbaycan qəzetində. Sizə küçədə heç dəxil olmayan vaxt? Yox, heç şey. Döyülmə dediniz. Bir dəfə o dedim də 98-ci ildə. O da heç bir açılmadı məsələn üstü. Sizi polislər aparıb polis idarəsində döymüşlər də? Orada döyül yaparmışlar, orada belə döyüldülər. Şahidlər var. Bu uşaqların çox elələri var, jurnalistikadan gelibdir. Azər Rəşidoğlu Zəkalı işləyir. Fəqani İbadoğlu aynada işləyir. Təzyiqin sizin üçün hansı nəticələr oldu? Məsələn, səhhətiniz pozuldu, jurnalistikadan uzaqlaşdınız, maddi itkiləriniz oldu. Maddi itkilər oldu. Yaxınlar sizdən uzaqlaşdı. Maddi itkilər oldu daha sonra. Əməkdaşı olduğunuz kütləvi informasiya vasitələrindən hansısa yardım aldınız? Məsələn, siz vəkillər təmin edildilər, maddi yardım etdilər sizə? Yox, mənəvi dəstək oldu. O vaxt yox idi. Bu yardımlar söhbəti oldu deyim də sizə bax. Azərbaycan mətbuatında 2003-cü ildə. Bizim Daxili Nazirliyinin baş rəhbər müraciəti olmuşdu. Mətbuatda yazıblar və bizim Azərbaycanda jurnalistlər müdafiə komitəsi var. Bəli. Onlar bunu qeydə alırlar, bunu göndərdilər xaricə. Hüquq müdafiəçiləri qeydə alıb göndərdilər xaricə. Yəni fikrimi çatdıra bildim də. Bəli. Və onlar da bunun əsasında hesabat hazırlayırlar. Bu hesabatda bizim adlarımız düşürdü. Başqa kütləvi informasiya vasitəsi tərəfindən ləyaqətiniz, şərəf və ləyaqətiniz təhqir olunur? 2002-ci ildə 525-ci qəzetdə. Başqa bir qəzet, başqa bir kütləvi informasiya vasitəsi təzyiq olunur? Yox. Təhqir. O vaxt 525-ci qəzetdə yazmış ki, rəkisilmiş bunlar. Siz mühafizə orqanlarına şikayət eləmişsiniz, Daxili İşlər Nazirliyinə. Baş rəhbər şikayət edir. Prokurora, hə. Onlara verin, baş rəhbər. Bu nəticəsi nə oldu, araşdırdılar? Necə çağırdılar məni, ifadə aldılar. Daşqanlıqda hər tərəfli. Yəni araşdırılıb da? Hə, onunla qutardı məsələn. Başqa bir kəsə müraciət eləmişsiniz, məsələn, ombudsmana, prezident aparatına, məhkəməyə? Onu baş rəhbərlər şikayət edir, xanım. Kimə? Elə Daxili İşlər Nazirinə. Siz o vaxt eləyək ki, bir dəfə şikayət edin də, çağırırlar, danışırlar. Sonra bunu mətbuat vasitəsilə biz deyirik ki, bunu elədik, bunu elədik, amma nəticəsi. Rəsmi şəxslər bəyanat verdilərmi, təsdiq etdilərmi? Bəli, jurnalist döyülür, deyir ki, amma bilinməyib ki, jurnalist döyülür. O vaxt Jurnalistlərin Müdafiə Komitəsi bəyanat çatmıyor. Bu jurnalistlərin hüquqları müdafiə komitəsidir. Bəs rəsmi bir şəxs, məsələn, polis rəisi etiraf edir ki, hə, mən polislər... Yox, elə bir şey olmadı. O vaxtda sığortanız var idi? Yox. Hal-hazırda hər hansı yardım ehtiyacınız varmı? Maddi yardım. Hadisədən sonra fəaliyyətinizi normal olaraq davam etdirdiniz? Yox, qəzeti dəyişdirdiniz bəlkə? Yox, qəzetdə mən işlədim, həmin qəzetdə. Hal-hazırda harada işləyirsiniz? Gündəlik Azərbaycan qəzetində. Sizə bu, sizin işlədiyiniz kütləvi informasiya vasitələrinə qarşı haqsızlıqlar və təzyiqlər çoxdur da. Bunlarla bağlı hansı əlavə fikirləriniz vardır? Azərbaycanda mətbuatı təzyiqlər var. 98-ci ildə senzura ləğv olundan sonra o vaxtlar mənim özümün yazılarımda senzura qoyuldu. Senzura ləğv olundan sonra məhkəmə təzyiqləri oldu məsələn. Sonra polis təzyiqləri oldu, məsələn döyülmələr oldu, araba şantajlar oldu, məsələn zəng ilə qorxmalar oldu. İndi də ki məhkəmələr qalır, döyülmələr qalır
və hökumət rəsmiləri ilə yap, hətta partiyada, məmur deyil, yap funksiyalarıyla mən yenə Aydın Mirzadan istisna olmaqla açıqlama almaq imkanında deyilik. Bizə verin. Bunun özü bir təzyiqdir. Zəhmət olmasa bizə koordinatlarınızı söyləyərdiniz. Mobil telefon 549 8059. E-mail adresiniz var mı? Bu cavablı değil. Bu sabah çıxaran box.az.